Bakının Yasamal rayonunda yaşayış binasında təhlükəli hadisə baş verib. 5 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən eyvan uçaraq yerə düşüb. Ajans AS Teleqrafa istinadən xəbər verir ki, hadisə İnşaatçılar küçəsi 5 ünvanında yerləşən vaxtilə Xəzər Dəniz Gəmiçiliyinin işçiləri üçün inşa edilmiş yataqxana binasında qeydə alınıb. Eyvanın qəfil uçması ətrafda yaşayan sakinlər arasında ciddi təşviş yaradıb. Hadisə baş verən zaman ərazidə insanların olub-olmaması ilə bağlı dəqiq məlumat verilməsə də, xoşbəxtlikdən ilkin məlumatlara görə xəsarət alan olmayıb. Bununla belə uçan tikinti elementi potensial təhlükə yaratdığı üçün ərazi dərhal nəzarətə götürülüb. Hazırda hadisə yerinə 157 saylı mənzil istismar sahəsinin əməkdaşları cəlb olunub. Mütəxəssislər binada əlavə risklərin olub-olmadığını araşdırır. Təhlükəli hissələrin möhkəmləndirilməsi və sakinlərin təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirilir. Qeyd edək ki, köhnə tikililərdə bu kimi halların baş verməsi bir daha binaların texniki vəziyyətinin mütəmadi yoxlanmasının vacibliyini gündəmə gətirir. Məsələ ilə bağlı əlavə məlumatların veriləcəyi gözlənilir.